Azərbaycanın ən zəngin və nüfuzlu kitabxanalarından biri olan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası bu il 100 yaşını qeyd edir. Əsası 1923-cü ildə Bibliografiya Bürosu kimi qoyulan kitabxana müxtəlif elm sahələri üzrə zəngin resurslara malikdir. Kitabxananın yarandığı 100 ildən bura qədər müxtəlif elm sahələri üzrə oxuculara xidmət göstərir. Bilirsiniz ki, bura elmi kitabxanada Azərbaycanın ən böyük elmi kitabxanasıdır. Kitabxanada tam dəqiq sayla desəm 51 dildə hazırda kitablarımız var. Ümumi kitablarımızın sayı, sənədlərimizin sayı 1,5 milyona yaxındır. Orada kitab, jurnal, qəzet, dissertasiya və s. öz əksini tapır. Elektron kitabxana 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərir. İstifadəçilər Mərkəzi Elmi Kitabxananın rəsmi saytı vasitəsilə dünyanın 85-dən artıq kitabxanasının web portalına daxil ola bilirlər. Nadir Kitablar Fondunda isə çoxsaylı qiymətli əsərlər xüsusi meyarlar əsasında toplanıb. Bu fonda daxil olan kitablar tərtibatı, nəşr tarixi, ölçüləri və ən əsası region, həmçinin ölkə əhəmiyyətinə görə seçilir. Fondun ən qədim kitabları 16-cı əsrə aiddir. Gələndə düzdür, çox çətin idi, ancaq bizim çox gözəl əməkdaşlar var idi. Onlar həmişə deyirdilər ki, utanma, lap bir şeyi neçə dəfə istəsən soruş. 2 ay ərzində mən demək olar ki, nə lazımdır, hər şeyi mənimsədim və bir neçə illər sonra mən şöbə müdürü oldum. Demək 22, səhv eləmirəmsə 24 il şöbə müdürü işləmişəm Şərq Ədəbiyyatı şöbəsində və uzun illər biz gördüyünüz bütün bu kitabları beynəlxalq kitab mübadiləsi yolu ilə kitabxanamızı zənginləşdirmişik. Kitabxananın Qarabağa həsr olunan şöbəsi xüsusi diqqət çəkir. Şanlı zəfərimiz haqda kitablar, şəhidlərimizin, qazilərimizin fotoşəkilləri məhz bu güşədə sərgilənir. Müasir texnologiyalarla təchiz edilən oxu zalları alimlərə rahat və effektiv çalışma mühiti yaradır. Əslində mənim Mərkəzi Elmi Kitabxana tanışlığım tələbəlik illərimə təsadüf edirdi. Lakin daha sıx əməkdaşlığım bildiyiniz kimi Mərkəzi Elmi Kitabxanada, o cümlədən akademiya sistemində ilk könüllülük hərəkatı yaradıldı və bu könüllülük hərəkatına qoşulan könüllərdən biri də mən oldum və bu 3 aylıq bir təcrübə proqramı idi və bu təcrübə proqramı həqiqətən kitabxana işi sahəsində mənim praktiki biliklərimin mənimsənilməsində çox müsbət bir rol oynadı. Kitabxana həm də 2024-cü ildə işğaldan azad olunmuş torpaqlarda yeni yaranmış məktəb kitabxanalarına nəşrlər təqdim edib. Onlar arasında Zəngilan rayonunun Ağalı kənd kitabxanası, Şuşa şəhər 1 nömrəli məktəbin kitabxanası da var. İşğaldan azad olunmuş torpaqlarda yeni qurulan kitabxanalara dəstək məqsədi ilə nəşrlərin göndərilməsi prosesi bugün də davam etdirilir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.